Yengeç bürcü 31 may 2025-ci il. Səhər eyni başlanğıclar mühüm işlər üçün çox uyğun deyil. Əksər qoçlar daxili narahatlığın öhdəsindən gəlməkdə, diqqətlərini vacib işlərə yönəltməkdə çətinlik çəkəcəklər. Sadə və tanış bir şeylə başlamaq yaxşıdır. Bu, düzgün ritmə girməyə kömək edəcək. Tədricən müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Bütün lazım işlərin öhdəsindən gəlməyə kömək edəcək bir güc artımı hiss edəcəksiniz. Bir çox maneələri dəf edə, ən gözlənilməz situasiyalardan çıxış yolu tapa biləcəksiniz. Axşam saatlarını yaxınlarınızla uzun müddətdir sizi narahat edən məsələləri müzakirə edə biləcəksiniz. Buğa bürcü 31 may 2025-ci il. Emosional yüksəliş və enerji artımı istənilən sürprizin öhdəsindən gəlməyə imkan verəcək. Ciddi məsələlərin müzakirəsi yaxşı gedəcək. Bir çox buğalar perspektivli insanlarla əlaqələr qura, nüfuzlu himayədarlar əldə edə biləcəklər. Qarşıda çoxlu ünsiyyət olacaq. Hətta ən çətin həmsöhbətlərə belə yanaşma tapa biləcəksiniz. Təcrübəli dostların və ya həmkarların məsləhətlərinə qulaq asın. Onlar sizin üçün mütləq faydalı olacaqlar. Yaradıcılıq qabiliyyətləriniz üzə çıxacaq. Özünüzü bir işdə sınamaq üçün doğru vaxt gələcək. İlk uğurlar çox gözlətməyəcək. Əkizlər bürcü 31 may 2025-ci il. Siz ən cəsarətli ideyaları belə həyata keçirə biləcəksiniz. Sübut edilmiş müttəfiqlər tez köməyinizə gələcək. Əksər əkizlər pozulmuş əlaqələri bərpa edə, çoxlu faydalı tanışlıqlar edə biləcəklər. Siz mürəkkəb və qeyri-adi tapşırıqların öhdəsindən gələ bilərsiniz. Hər şeyi tez başa düşəcəksiniz və bu prosesdə gələcək işinizdə sizə faydalı olacaq bacarıqlara yiyələnəcəksiniz. Günün sonunda şəxsi həyatla bağlı təcrübələr istisna edilmir, lakin onlar üçün real əsas olmayacaq. Sevdiyiniz insanla səmimi söhbət bütün şübhələri və ziddiyyətləri aradan qaldırmağa kömək edəcək. Xərçəng bürcü 31 may 2025-ci il. Bu ən asan gün deyil. Buna görə də səbirli olun. Qərar vermək, fikrinizi bildirmək üçün tələsməyin. Ehtiyatlıq, təfərrüata diqqət yetirməyiniz səhvlərdən qaçmağa kömək edəcək. Yeni başlanğıclar üçün uyğun vaxt deyil. Ancaq tanış işlərin öhdəsindən yaxşı gələcəksiniz. Əksər xərçənglər sosiallaşmalarını məhdudlaşdırmalı. Tək başına idarə edə biləcəkləri şeylərə diqqət yetirməlidirlər. Etibarlı görünən bəzi partnyorlar sizi ruhda kiçik çətinliklər və uğursuz təsadüflər ehtimalı var. Sevilən birinin dəstəyi gücünüzü və dincliyinizi bərpa etməyə kömək edəcək. Şir bürcü 31 may 2025-ci il. Qarşınızda çoxlu yaxşı imkanlar açılacaq. Onlardan uğurla yararlanacaqsınız. Əksər şirlər ən çətin və ən qeyri-adi işlərin öhdəsindən gələcəklər. Gələcək işinizdə sizə faydalı olacaq bir şey öyrənmə imkanınız olacaq. Nüfuzlu insanlarla ünsiyyət əldə olacaq. Onların rəğbətini qazanaq gələcək üçün dəstəyini təmin edə biləcəksiniz. Günün ikinci yarısı çölə çıxmaq üçün əlverişlidir. Həyatınızı yaxşılığa doğru dəyişdirəcək çoxlu faydalı əlaqələr quracaqsınız. Romantik hekayənin başlanğıcı istisna edilmir. Qız bürcü 31 may 2025-ci il. Sağlam düşüncəniz, praktikliyiniz və həyat təcrübəniz sayəsində istənilən çətinliyin öhdəsindən gələcəksiniz. Bir çox qız bürcü geniş çeşidli insanları özünə cəlb edə biləcək. Onların maraq və ehtiyaclarını başa düşmək hər kəs üçün faydalı olacaq. Həllər təklif etmək asan olacaq. Rəhbərlik qarşısında yaxşı reputasiya yaratmaq və karyera yüksəlişi şanslarınızı artırmaq imkanınız olacaq. Günün ikinci yarısında uzun müddətdir gözlədiyiniz xoş xəbəri almağınız mümkündür. Ailə üzvləri işlərinizə qarışmağa cəhd edə bilərlər və bu son dərəcə vaxtında olacaq. Tərəzi bürcü 31 may 2025-ci il. Gün kifayət qədər ziddiyyətli olacaq, lakin bütün sürprizlərin öhdəsindən gələcəksiniz. Səhər emosiyaların öhdəsindən gəlmək çətin olacaq. Ona görə də vacib şeylərdən başlamamalısınız. Bir çox tərəzilər bir qədər əsəbləşəcək. Ona görə də başqaları ilə mübahisə etməmək vacibdir. Sizin üçün vacib olan bütün insanlarla yaxşı münasibətlər saxlamaq çox vacibdir. Tədricən hər şeyin yaxşılığa doğru necə dəyişdiyini görəcəksiniz. Qazanclı sövdələşmələr bağlamaq və geniş işgüzar tərəfdaşlarla əlaqələr qurmaq imkanınız olacaq. İşgüzar səfərlər xüsusilə uzun və uzaq səfərlər əlverişli olacaq. Əqrəb bürcü 31 may 2025-ci il. Səhər münaqişələrdən qaçmaq çətin olacaq, amma cəhd etməlisiniz. Bir çox əqrəblər hətta həmişə yaxşı anlaşdıqları insanlarla belə ümumi dil tapmaqda çətinlik çəkəcəklər. Yaxınlarınızın problemlərini həll etmək üçün öz işinizə ara verməli olacaqsınız. Başqaları ilə fikir ayrılıqlarından qaça bilməyəcəksiniz. Lakin münaqişənin inkişafının qarşısını almaq sizin səlahiyyətinizdədir. Günün sonuna qədər siz tədricən bütün işlərin öhdəsindən gələcək və öz əhvalınızın dəyişməsi ilə məşğul olacaqsınız. Bəzi səhvləri düzəltmək itirilmiş vaxtın əvəzini çıxmaq mümkün olacaq. Axşam kiçik bir ailə şənliyi üçün əlverişlidir. Oğatan bürcü 31 may 2025-ci il. Vacib işləri sonraya qoymayın. Vaxtınızı boş yerə sərf etməyin. Hətta başqalarının qüdrətindən kənar tapdıqları məsələləri həll edə biləcəksiniz. Əksər oxutanlar həmkarlarının gözündə özlərini yaxşı tərəfdən göstərəcək. Rəhbərlikdən razılıq alacaqlar. Danışıqlar uğurlu olacaq. Siz bütün maraqlı tərəflər üçün faydalı olacaq şərtlər təklif edə biləcəksiniz. Səbirli olun. Sizə lazım olacaq. Tələsik qərarlar səhv ola bilər. Ona görə də hər addımı diqqətlə düşünməlisiniz. Özünüzə inam və əzmkarlıq istənilən gözlənilməz hadisələrin öhdəsindən gəlməyə imkan verəcək.
Oğlaq bürcü 31 may 2025-ci il. Heç yerə tələsməyin, onda hər şey yaxşı olacaq. Səhər düşüncələrinizi toplamaq, vəziyyəti rasional qiymətləndirmək çətin olacaq. Bir çox oğlaqlar adətən bir-birlərini yaxşı başa düşdükləri insanlarla belə razılığa gəlməkdə həmişəkindən daha çətin olacaqlar. Günün ilk yarısında kənardan kömək almadan həll edə biləcəyiniz tanış işlərə diqqət edilmək daha yaxşıdır. Sağlam düşüncə və praktiklik istənilən vəziyyətdə sizə kömək edəcəkdir. Günün ikinci yarısında enerji səviyyəniz artacaq. Ona görə də bütün lazımi işləri vaxtında yerinə yetirə biləcəksiniz. Dolça bürcü 31 may 2025-ci il. Gün qeyri-ənənəvi ideyalar irəli sürmək üçün mükəmməldir. Kifayət qədər cəsarətli planları həyata keçirə, hədəfinizə doğru irəliləyə biləcəksiniz. Bir çox dolça ən çətin işləri asan tapacaq. Tezliklə sizin üçün faydalı olacaq bir şey öyrənmək imkanınız olacaq. Yeni əlaqələr qurmaq, faydalı tanışlıqlar etmək üçün əlverişli zamandır. Günün sonunda diqqəti cəmləmək çətin olacaq. Ətrafınızdakı insanlar əhəmiyyətli səbəblərdən diqqətinizi yayındıracaqlar. Ona görə də bu zaman vacib məsələlərin həlli ciddi söhbətlərə başlamaq üçün uyğun deyil. Balıqlar bürcü 31 may 2025-ci il. Gələcəklə bağlı planlar qurmaq, onlara etibar etdiyiniz insanlarla müzakirə etmək üçün yaxşı gündür. Qeyri-adi ideyalar ortaya çıxacaq ki, onları mümkün qədər tez həyata keçirməyə dəyər. Etibarlı müttəfiqlər köməyinizə gələcək. Buna görə də bütün çətinliklərin öhdəsindən tək gəlmək məcburiyyətində qalmayacaqsınız. Bir çox balıqlar rəqibləri üzərində üstünlük əldə etmələrinə kömək edəcək faydalı məlumatları öyrənəcəklər. Axşam saatlarında hətta əvvəllər mübahisə etdiyiniz insanlarla da ünsiyyət asan olacaq. Düzgünlüyünüz və səmimiliyiniz qeyri-müəyyənliklərdən qaçmağa və uzun müddətdir mövcud olan anlaşılmazlıqları aydınlaşdırmağa kömək edəcək.